E-təbib mobil tətbiqi MyGov-a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırdı. Qərar xidmətlərin təkrarlanmamasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədi ilə qəbul olunub. Pandemiya dövründə həyatımıza daxil olan e-təbib tətbiqi fəaliyyətini dayandırır. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planının icrası istiqamətində təbib tərəfindən də işlər aparılır. Rəqəmsal dövlət xidmətlərinin bir pəncərə prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində e-təbib mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin MyGov platformasına inteqrasiyası prosesi artıq bitir. Bugündən etibarən e-təbib tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq MyGov platformasından təqdim olunur. Qərar xidmətin təkrarlamasının qarşısının alınması, vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədi ilə qəbul olunub. Beləliklə, e-təbib MyGov platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqi oldu. Digər dövlət qurumlarına aid platforma və mobil tətbiqlər də mərhələli şəkildə bağlanacaq. Artıq bu proses demək olar ki, başlayıbdır. Bir neçə mobil tətbiq bağlanıb və hal-hazırda icrada olan proseslər də var ki, digər mobil tətbiq və web platformaların bağlanması istiqamətində də işlər davam edir. Ötən aylarda e-sosial mobil tətbiqi bağlanmışdı, sizin də bildiyiniz kimi. Artıq hal-hazırda ESU və təbib mobil tətbiqlərinin bağlanması üzrə də işlər son mərhələdədir. Növbəti mərhələdə isə mövcud olan digər tətbiqlərin də bağlanaraq xidmətlərin MyGov-a inteqrasiya olunması üzrə işlər davam etdirilir. Qeyd edək ki, MyGov bütün dövlət xidmətlərini tək mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.